Salam məzun müdavimlər və abituriyentlər, bu dəfə biz sizlər üçün Elçin Hüseynbəylinin qəsd edilmiş gözəllik əsərini təhlil edəcəyik. Öncəliklə videomuzu bəyənirsiniz, kanala abunə olursunuz ki, növbəti videoların deməli yerləşdirilməsi davam etdirilmiş olsun. Onlayn dərslərimizə qatılmaq istəyirsinizsə, əlaqə nömrələrimiz 051-dən 399 64-35'dir. Əsərlərin təhlili MİQ çərçivə sənədinə əsasən aparılır və təhlil olunan əsərlərdən əlaqəli şəkildə aparılır ki, belə ki, bizim istər MİQ olsun, istər sertifikasiya olsun, istər deməli blok imtahanları olsun. Burada biz əsərlərin hər birisinin deməli qarşılıqlı şəkildə əlaqəli aparılmasını görürük testlərdə. Ona görə də biz də çəkdiyimiz və yerləşdirdiyimiz videolar olsun, dərslərimiz olsun, əsərlər əlaqəli şəkildə verilir. Belə. Elçin Hüseynbəylinin qəsd edilmiş gözəllik əsərindən ümumi məzmunu bildirim ki, məzmun nədən bəhs edir? Məzmun qəsd edilmiş gözəllik adını biz görəndə bizə bir təəssürat yaranır ki, nələrisə məhv edirlər. Yəni nələrisə məhv edirlər deyəndə bu əsərdə də təbiətin məhvini görürük biz. Yəni meşə zolağının məhvini görmüş ola bilirik ki, lakin burada da sadəcə olaraq bu məsələdən söhbət getmir. Eyni zamanda biz görəcəyik deməli şimal-cənub məsələsi də var burada. Nədir bu şimal-cənub məsələsi? Qardaşın qardaşdan ayrı düşməsi, didərgin düşməsi, şimal və cənubun bir-birindən Araz çayı vasitəsilə bölünməsini və deməli sərhəd zolağının çəkilməsini görmüş oluruq. Lakin bu sərhəd zolağı insanların bir-birinə olan ünsiyyətinə, əlaqəsinə mane ola bilmir. Uzaqdan da olsa hava vasitəsilə onlar bir-birini görə bilirlər. Yəni arada sərhəd olsa da görə bilirlər bir-birlərini. Lakin deməli bir gün gəlir bunların içərisinə. Lakin bir gün deməli həmin bu əraziyə, daha doğrusu Müdafiə Nazirinin müavini Baranov gəlir. Və o görür ki, deməli əslində baxır gözəl yerdir. Möcüzə hesab edir buranı və deyir ki, sərhədçilərə gözünüz kördür deyir. Yəni buranın insanlarını, şimal və cənub insanları bir-birinə yaxın qoymaq olmaz. Ona görə də deyir ki, sərhədin yerini dəyişin. Və insanların bir-birinə yaxın olmasının qarşısının alınması üçün o sərhəd zolağının dəyişdirilməsini əmr verir. Sərhəd zolağının dəyişdirilməsi necə həyata keçirdi bəs? Meşə zolağının məhv olunmasıyla. Beləcə də buradakı ağaçları kəsirlər, küknar ağacıdır, şam ağacıdır, ümumiyyətlə digər ağaclar da buldozerin qabağına qatılıb aparılır. Burada biz nəyi görürük? Necə ki, Dəli Kür əsərində görürdük ki, istər Molla Sadıq olsun, istər Əhməd olsun, istər Cahandar ağa olsun, meşənin şahın qoruğuna çevrilməsinin etiraz bildirdikləri kimi, burada da yerli cəmaat da etiraz səsi qaldırır. Yəni o buldozer gəlib ağaçları dağıdan da məhv edəndə deməli buldozerin qarşısında dayanır. Eyni zamanda da deməli burada Sədr Ağa Kişiyev nə qədər çalışır, vuruşur, o heç bir şeyə nail ola bilmir. Yəni bir istəyirdi ki, kəndin belə deyək, mal heyvanın otardığı otlaq ərazi, yəni həmin bu yerlər məhv edilməsin, amma yenə də buna nail ola bilmir. İndi isə başlayaq əsərimizi təhlil etməyə. Baxaq, ümumi məzmunu verdik sizlərə. Baxaq görək indi müəllif bu əsərlə bizə nələri çatdırmış olacaq. Ümumi məzmunu verdim, amma yenə də indi bir də dərindən təhlilə baxaq. Dan yeri çoxdan ağarmışdı. Yenə təbiət günəşin qızılı tellərinə qoyun açmışdı. Hadisələr deməli baxırıq ki, dan yerinin açılması, yəni səhərin açılması ilə başlayır. Araz boyunu həzin bir musiqi, təbiətin sirli səsi börüyürdü. Düşünməyin ki, bax burada Araz çayının adını gördükmü? Bəli. Bir də çay adı harda görmüşdük? Dəli Kürdə.
deməli orada da Kürün adı var idi. Aha, dedik hadisələr səhər tezdən baş verir. Deyir ki, Araz boyuna həzin bir musiqi. Düşünməyin ki, burada hansısa bir mahnı çalınır. Belə bir şey yoxdur. Qarşısına baxın. Tire çəkilib nə deyir? Təbiətin sirli, sehirli səsi bürüyür. Yəni, təbiətin səsi. Yəqin ki, bu səslərin içərisində də quşların səsi var, ağacların vıyıltısı var. Yəni, ümumilikdə təbiət səsidir buradakı musiqi, hansısa bir musiqi deyil. Ümumi şəkildə bir də yada salaq görək, Uzundərə harda çalınırdı? Qurbanəlidə çalınırdı. Sonra Sarı gəlin harda idi? Sarı gəlin daha doğrusu sözləri. Çoban qaytar quzunu Heydər babaya salamda görmüş ola bilirdik. Deməli, Qarabağın şikəstəsi hardaydı bəs? Qarabağın şikəstəsi Azərbaycan şeirində idi. Baxaq. Budaqdan budağa qonaraq səs-küy salan quşlar da sanki bu yolla təbiətin gözəlliyinə, heyranlıqlarını bildirirdilər. Lan sularında bir qırçın belə görünməyən Araz elə bir səhər yuxusundan ayılmaq istəmir. Günəş yüksəldikcə üzərinə düşən parlaq işıq sütununun mülayim istisini canına çəkirdi. Adətən nərilti gürültü qopararaq axan çay parıltısı Sultanlı kəndinin tut bağlarını aşan və göz işlədikcə uzanan bu işıq selini ürkütməmək üçün yatağına sığınmışdı. Gəlin buradakı kənd adlarına bir dənə ümumi şəkildə nəzər salaq. Birincisi Sultanlı idi. Bax, diqqət yetirin. İkincisi Cəfərli kəndi idi. Ora İran Cəfərlisi deyirlər və Əlinin kəndi idi bu. Sonra üçüncüsü Əmirvalı kəndinin adını görmüş ola bilirik. Dördüncüsü deməli Mahmudlu kəndidir. Aha. 4 kəndin adını gördük. Təmizləyək buranı. Baxaq. Səhər tezdən mal-qaranı örüşə gətirən Sabir bu gözəlliyin qarşısında sanki sehirlənmişdi. Sabirin sehirlənməsi ilə bağlıdır? Təbiət gözəlliyidir. Örüş nədir bəs yaxşı? Örüş, yadda saxlayaq ki, mal heyvanı sahaya gətirirlər ki, otlasın. Ona örüş deyirlər, bax. Osların bağrına mil kimi saplanan ışıq selindən gözünü çəkə bilmirdi. Onu da bilirdi ki, birazdan ışıq seli hər tərəfi bürüyəcək və suların qoynunda boy verən parlaq sütun bu selin içində əriyəcək. Günəşin şəfəqləri güzgü kimi çayın sularında bərk vuracaq. O ətrafa yayılmış mal heyvanı səsləyib kolluqla biraz da irəlilədi. Ayağının altından pırıltı ilə qalxan bildirçin, bu bildirsini görürsünüzmü? Aha, qırqovulda dəli kürdə idi. Onun əməllicə qorxutdu. Quşun qarasınca deyinərək, qarasınca arxasınca, yəni əleyhinə. Cingiltili səslə atası Musa kişidən tez-tez eşitdiyi sözləri təkrarladı. Ay səni körlan yesin. Bax, yadda saxlayın. Burada Sabirin atasının adı Musa kişidir və ondan eşitdiyi söz də ay səni körlan yesindir. Gələcək gündə isə Firudunun dayısı Musa kişidən eşitdiyi sözlər vardı. Ha dədəm sənə qurban. Sözlərini eşitmiş ola bilirdik. Bu da bir oxşarlıqdır. Kəndin başqa uşaqları mal növbəsinə getməyi xoşlamasalar da Sabir bugünü səbirsizliklə gözləyirdi. Başqa uşaqlar xoşlanır, amma bu səbirsizliklə gözləyir. Çünki niyə? O gedəcək orada əlini görəcəkdi. Əli ilə dostlaşmışdı. Həmin gün məktəbə də getməzdi. Yəni o örüşə getdiyi gün məktəbə getmirdi. Dərslərinin yerini uşaqlardan soruşub deyirmiş ki, dərslərimi yerini uşaqlardan soruşub öyrənərəm. Getmirmiş. Deyər anasının axşamdan arasına şor nehrə yağı qoyub, ağ dəsmala büktüyü iki yuxanı götürər. Kəndin ayağına yığılmış mal heyvanı halayaraq Araz qırağına aparardı. Bax, bir şeyə baxaq ki, şor nehrə yağı buradadır. Bir də şor yağ söhbəti harda var idi? Anamın kitabında var idi. Anamın kitabında var idi. Çobanlar gətirmişdilər, acılara verdilər. Sonra yanmış arpa çörəyinə acı soğan Uruzda var idi. Sonra Xaçbulaq ətirli Gəncə pendiri Qızılgöl mayaydı poemasında var idi. Sonra soğan çörəkdə, yadınızda qalsın, quru çörəklə soğan da Nurəddində var idi. Heyvanı halayaraq Araz qırağına aparar. Deməli, Sabir heyvanları harada gətirib otararmış? Araz qırağında. Onu bura çəkən yalnız Arazın əzəməti füsunkar görünüşü deyildi. Sadəcə belə şeylərə görə gəlməyibdi bura. Gəlməkdə başqa bir məqsəd də var. Həm də göz işlədikcə uzanıb gedən yaşıl meşə zolağı idi. Həm füsunkar görünüşü, həm də yaşıl meşə zolağı. Bu zolaq təbiətin bir möcüzəsi idi. Təbiətin möcüzəsi adlandırılır əsərdə nə? Yadda saxlayın ki, zolaq.
Yüzlərlə kəndi əhatə edən bu yaşıllıqda nələr yox idi. Baş-başa verilmiş uca ağaclar, ardı-arası kəsilməyən zümrüd çəmənliklər, çay qollarının zərifliyi ilə göz oxşayan ağ dovşanın şələ quyruq. Deməli, hansı heyvanlar var? Ağ dovşan, şələ quyruq, tülkü. Qışın olan vaxtında sürü ilə gedən mal heyvan üçün təhlükə yaradan qurdun məskəni. Bəs yaxşı, qurd bir də hansı əsərdə var idi? Deməli, Qazan xanın evinin yağmalanmasında var idi. Gəlir su yurd, qurddan soruşur torp evini. Bir də ki, qurd düşəndə Gürg ilə Kəlbin savaşı. Orada da Gürg ilə Kəlbin savaşı deyəndə qurdda nəzərdə tuturdu. Dağların ikincisində var idi. Bərəkətli yer idi buralar. Həmin o yerlər necə bir yer imiş? Bərəkətli yer imiş. Baxaq görək nələr var imiş orada. Torpağına düşəndən vaxtından əvvəl. Torpağına dən düşürsə vaxtından əvvəl cücərilmiş, günəşə doğru boylanırmış. Tala-tala açıq yerlərdə əkilən kartof, soğan, pomidor, dava dərmansız deməli yetişirmişdi. Pomidor, soğan necə yetişirmiş, dava dərmansız. Məhsul isə ildən ilə çoxalırdı. Arazın sağ sahilində Sabirgilin kəndlərlə üzbəüz bir ova var idi. Arazın sağ sahilində Sabirgilin kəndlərinin üzbəüz olan bir ova var idi ki, oranı da hamı yaxşı tanıyırmış və oranı İran Cəfəri adlandırırmışlar. Çoxlarının qohum əqrəbası bu kənddə idi. İmkan düşən kimi çay qırağına gəlib səsləşə bir-biri ilə hal-əhval tutardılar. Vay günə ki, bu danışıqdan sərhədçilər xəbər tutaydılar. Neyinirmişlər sərhədçilər? Həmin dəqiqə danışanları zastavaya aparırmışlar. Qərargahları belə adlandırılmış onların. Adlandırmış. Bir sutka deməli həm cəriməliyirmişlər, görünür pul cəriməsiymiş, həm də ki bir sutka orada saxlayırmışlar. Belə vaxtlarda Qaçaq Nəsrin nəvəsi Xasay kişi acıqlı-acıqlı gileylənirdi. Qaçaq obraz bir də harda var? Qaçaq Kərəmdə var idi. O da ki Niftalı Koxa, yəni zəhər hekayəsində, özür istəyirəm, Namərd gülləsində var idi. Yaxşı, bu sarı qulaqlar bura ayaq basandan bizə göl verir, işıq vermirlər. Bax, yadınızda qalsın. Həm cəriməliyib, həm də orada saxlayırmışlar. Belə vaxtlarda Qaçaq Nəsrin nəvəsi Qasay kişi də acıqlı gileylənirmiş ki, bu sarı qulaqlar bura ayaq basından bizə göz verib işıq vermirlər. Yadınızda qalsın, sarı qulaq dedikləri ruslardır. Ruslar nəzərdə tutaq, onlar nisbətən sarı olurlar. Birdən Sabir ilə gəldi ki, kimsə adını çağırdı. Birdən fikirləşir ki, sarı qulaq deyirlərsə elə bilirmiş ki, indi bu Sabirdir da yəqin ki. Yox, daha doğrusu deyir ki, birdən Sabir ilə gəldi ki, kimsə adını çağırdı. O dəqiqə geri qanırıldı. Bax, daha doğrusu üzr istəyirəm. Bax, bu sarı qulaqlar bura ayaq basandan bizə göz verib işıq vermirlər deyir. Sarı qulaq dedikləri rusdur. Ruslar nəzərdə tutulur. Birdən də Sabir ilə gəldi ki, deyir kimsə adını çağırdı. Həqiqətən də belə olur, Əli çağırır. İran Cəfərisindən olan Əli var idi. O dəqiqə geri qanırılır, yanılmamışdı deyir. Əli arxayın sahilə indi. Cəfərli kəndindən olan Əli ilə o 2 ildən, deməli nə qədər müddət imiş bunlar tanış olub, 2 il imiş, dostluq eləyirmişlər. Kəndlərində məktəb olmadığı üçün, məktəbin olmaması problemi birincisi harda var idi, Dəli Kürdə var idi elə bir. Bir də Əli 1-2 il molla yanında yazıb oxumağı öyrənmiş, sonra oradan uzaqlaşmışdı. Kəndlərində məktəb yox imiş, molla yanında öyrənib, sonra uzaqlaşıb. Bir də yadda saxlayaq ki, deməli Firudun ərbab uşaqlarından öyrənmişdi. Yay aylarında gələn ərbab uşaqlarından öyrənirdi. Əli Sabiri uzaqdan görmüşdü. Çaya yaxınlaşıb hər ikisi sevinç içində salamlaşır. Əli mehribanlıqla dillənir ki, deyir, çoxdan görünmürsən. Deyir ki, Sabir ona, növbə bizə ayda bir dəfə çatır. Bu növbə bilirsiniz nə növbəsidir? Mal növbəsidir, örüş növbəsidir. Bax, bu nə deməkdir? Örüş, ümumi şəkildə belə izah edeyim sizlər üçün. Deməli, örüş nədir? O hazırda, yəni, məsələn, əvvəllər kolxozda hamının malı dövləti, inəyi, nə bilim, belə deyək, torpaqları, pay torpağı bir idi də. Yəni, pay torpağı deyə bir şey yox idi, ümumiyyətlə, belə bir məhfum yox idi. Ümumi idi, hər şey dövlətin idi, kolxozun idi. İnsanlar da gedib orada girdilər, biçirdilər. Dövlət öz onlar üçün müəyyən bir məbləğ ayırırdı. Daha doğrusu, məsələn, məhsul da ayırırdı, məbləğ da ayırırdı. Həm pul verirdi, həm də məhsul da ayırırdı. Və həmin dövrdə mal heyvanda örüşə bir aparırdı hər kəs. Yəni, belə deyək, indi şəxsi torpaqda hərə özünün heyvanını götürür, aparır, öz ərazisində otarır, gətirir. Amma əvvəllər elə deyildi. Əvvəllər hər kəsin malı yığılırdı bir yerə, burada da kəndin ayağına topa yığılır. Bir nəfər də gündə bir nəfər də götürüb aparırdı. Məsələn, hazırda
belə bir yeri deyə bilərəm. Mən ilə özüm uşaqlıqdan gördüyüm deməli Sedmoy adlanan, Təzəkənd adlanan ərazidə mal heyvanı son dövrlərə qədər belə ümumi şəkildə aparırdılar. Yəni bir nəfər belə deyək, hər belə deyək, məsəl üçün birinin evindən 3 inək çıxır, birinin evindən 5 inək, fərqi yoxdur bunun. Lap olsun digər xırda buynuzlu heyvan olsun. Onu topa şəkildə yığılırdı bir yerə, bir nəfər aparırdı, otarırdı. Yəni digəri də işi ilə məşğul olurdu da. Yəni da durub o da ayrıca aparmırdı. Öz işi ilə, gücü ilə məşğul olurdu həmin adam da. Sonra növbə ona çatırdı. Bax belə-belə. Burada da Sabirə növbə çatır. Və deməli Sabir də gəlir, deyir ki, bu əli soruşanda niyə gəlməmiz, gec gəlmişsə, o da deyir ki, növbə bizə ayda bircə dəfə çatır. Yəni mal növbəsindən, örüş növbəsindən söhbət gedir. Deyir, işləri necə? Deyir, yaxşıdır, 2 aydan sonra 9-cu sinifi bitirəcəm. Deyir, niyə niyəcəksən? Deyir, bəs niyə niyəcəm? Yəni eyni zamanda da narahat Sabir Zastava tərəfə baxır. Həqiqətən niyə? Çünki orada soldatlar onları tutub cəzalandıra bilər. Deyir, 10-cu sinifə gedəcəm, təhsilimi davam elətdirəcəm. Onun narahatlığı əlinin gözündən qaçmır. Deyir ki, sarıqulaqdan qorxursan. O sarıqulaq sözünü eləcə dedi ki, Sabir qəhqəhə çəkərək güldü və ona təəccüblə baxan Əliyə izah etdi. Yadda saxlayaq ki, sadəcə Sabir gülmür, hər ikisi gülür burada. Sarıqulaq ad deyilir, rus olduqları üçün sərhədçilərin rəngi sarıdır və biz öz aramızda onları ilə adlandırırıq. Diqqətlə onu dinləyən Əli də özünü saxlaya bilmədi. Onu da qəqqəhsə ətraf yerə. Deməli dedik ki, hər ikisi gülür. Qəfl eşidilən maşın səsi uşaqların şirin söhbətini kəsdi. Nəyə görə bu uşaqların şirin söhbəti dayanır? Maşına görə. Sabir heyvanların arasında daldalandı. Bax, bu heyvanların arasında daldalanma məqamı yadda saxlayın ki, Nayman ana heyvanların arasında daldalanmamışdı. O dəvənin üstündə heyvanların arasından keçmişdi. Yaxşımı? Əli isə cəld çay aşağı yollandı. İstəmirdi ki, sarıqulaqlar dostlarını incitsinlər. Dostunu. Yəni əlini, daha doğrusu Əli gizlənir ki, Sabiri incitməsinlər. Sabir bir-birinin ardınca gələn 7 maşın saydı. Deməli, istə maşın sayıb 7 dənə maşın. Bu 7 rəqəmi sizə nəyi xatırladır? Açıq kitabda Gəldiyev Vahidin zərfini tapmışdı və 7-ci zərfi idi o. Bir də 17 günə də üzünü köçürtmüşdü. O burada ilk dəfə idi ki, bu qədər maşın görürdü, heyrətləndi. Sabir burada ilk dəfə idi ki, bu qədər maşın görür. Günəşin şüaları, deməli, günəşin şüaları altında parıldayan və digərlərinə böyük olan qara maşın dayanan kimi sürücü özünü yerə atdı. Bax, deməli, burada qara maşının içərisindən özünü yerə atır. Sağ qapını geniş açıb, bax, qara maşının içərisindən sağ qapını açıb içəri yerə düşən, bilirsiniz kimdir? Baranovdur, Müdafiə Nazirinin müavinidir. Bunu irəliləyən hissədə biz görəcəyik. Katib deyir ki, Sədrə Ağa Kişiyeva, deməli, Müdafiə Nazirinin müavini gəlib özü şəxsən baxıb. O məqamı da biz burada görürük ki, o dayanır və deyir ki, qoymayın birləşsinlər. Aha. Ayağını əziyyətlə yerə çatdıran hərbi geyimli kişi zorba bədənini çətinliklə maşından çəkib çıxartdı. Bizdə belə bir təəssürat yarandı mı? O kökdür. Əlbəttə ki, yarandı. Deməli, gələnlər hamısı artıq onun maşının yanında toplaşmışdı. Sabir öz-özünə düşündü. Yəqin bu ən böyükləri budur. Şalvarının böyrünün ayaqqabısının qədər uzanan qırmızı xətti görəndə Sabir nəyə əsasən fikirləşir ki, o generaldır? Şalvarının böyründən ayaqqabısına qədər uzanan qırmızı xətti görmüşdü deyə. Elə bu vaxt Yekəpərə durbin verdilər. O əvvəlcə arazinin o tayına, sonra isə bu tayına uzun uzadı. Bax, durbini gözündən ayırıb, üz gözünü əyişdirdi. Ətli sifətli qəribə şəklə düşdü. Dediyi sözləri aydınca eşidildi. Bax, buralara fikir verin. Onun dediyi sözlər bunlardır. Gözəl yerdir, əsli möcüzədir. Birinci baxır, deyir ki, gözəl yerdir. Sonra deyir, körsüz, deyir, görmürsüz, yaxındılar. Və onları bu qədər yaxın qoymaq olmaz. Məftilləri lap bura çəkmək lazımdır, deyir. Yəni ki, sərhədin yerin dəyişin ki, şimalla cənub insanlarının bir-birinin əlaqəsi tamamilə kəsilsin. Bunun üçün də sərhədin yerin dəyişməyi deyir. Şişmanın dedikləri Sabirin beynini oyur, nə demək istədiyini anlamırdı. Sonuncu cümləni eşidəndə isə onu həyəcan bürüdü. Əsərdə baxın, əslində bir məntiqsizlik var, deyir, anlamır. Nə dediyini başa düşmürsə, bəs yaxşı, sonra necə başa düşür? Deyir ki, sonuncu cümləni işləndə onu həyəcan bürüdü. Qulaqlarında qəribə uğultu yarandı, dişləri bir-birinə dəydi. Eşitdiklərini yuxu sandı. Hesab edir ki, bir yuxu görür.
Bu yaşıllıq, bu gözəllik tikanlı məftildən o tərəfdə qalacaq. Birdən-birə taqətdən düşdü, aşağı çöktü. Yox, ola bilməz. Bəs bu yer əlimizdən alsa necə dolanarıq? Sabir bir anlıq fikirləşir ki, bu yerlər əlimizdən alsa biz mal heyvanı harda otaracağıq, necə dolanacağıq? Onda belə bir təəssürat yaranırdı. Və o axşamın düşməsini heç vaxt indiki qədər arzulamamışdı. İndi də ona görə arzulayır ki, getsin görsün əmisi İsa kişi ona danışacaqdı deməli dedik burada olanları. Əmisi İsa kişi xəbəri eşidib dərin fikrə gedəndə Sabir qorxur. Bu dəqiqəyə qədər bir o qədər qorxmamışdı, amma əmisi eşidir, qorxur, əmisi eşidir, fikrə gedir deyə bu qorxur. Və səhv eləmirsəm ki, lap biləcə də dedi, sualını eşidəndə əzbərlədiyi cümləni tutuquşu kimi təkrarlayır Sabir. Əmsi inanmaq istəmir ki, o torpaqlar alacaqdılar. Əmsi birinci dəfə udqunda zorla biləcək kəlmə dedi. Batdıq. Əgər batdıq deyirsə deməli, yəni biz çətin dolanarıq bugündən sonra demək istəyir ki. Aha. Ertəsi gün ortaya kimi kənddə bu barədə danışan olmadı. Hərə öz işində gücündə idi, amma kolxoz sədrinin sürücüsü Zəkəriyanın arvadının pıçıltı ilə dediyi sözlər. Gəlin bura baxaq. Kolxoz sədrinin sürücüsü Zəkəriyanın arvadı pıçıltı ilə deyir, hər kəsə yayılır. Amma Ələbbas kişinin əlinin yaralandığında balaca xanım çox sürətlə yaymışdı. Talvar hekayəsində. Kətdə bomba kimi parladı. Hər bir sözü deyəsən kəndi köçürdü. Hər bir şey beynində yaradır ki, dayanı bu şeylər olacaq, amma əslində heç də belə deyil. Deyir ki, deyəsən kəndi köçürəcəklər. Kənd plana düşüb. Plana düşən yerlər hardaydı? Birincisində Zəhərdə Meşə Zula, ikincisi Anabeyit plana düşmüşdür. Təmizləyək buranı. Aha, sərhədin yerini dəyişəcəklər. Gezidən xeyli keçinə kimi Əmirvalı kəndinin cəmaatı evlərinə yığışmadı. Hamı sədri gözlədi, lakin nə Ağa Kişiyev sədri belə çağırırdılar, nə də onun papedasını görən Zəkəriya həmin gecə kəndə qayıtdı. Bax, deməli bir məqama diqqət yetirək ki, heç birisi kəndə qayıtmır həmin gecə. Nə Əmirvalı kəndinin cəmaatı gözləyir ki, sədr gəlsin, amma nə Ağa Kişiyev, nə də papedasını sürən Zəkəriya gecə kəndə qayıdıb gəlmir. Burada qayıtdı deməyinə fikir verməyin. Əslində qayıtmır demək istəyir ki. Nə qədər gözləsə də cəmaat qayıtmır. Pobeda da maşının adıdır. Yadınızda saxlayın. Hava qarlar qalmaz. Rayon mərkəzində Bakıdan gələn nümayəndələrin iştirakı ilə iclas başlamışdı. İclas nə vaxt olur? Gecə. Daha doğrusu tam gecə deyə bilmir. Hava şər vaxtı bax belə məqamda. Hamının üzündən həyəcan və təşviş yağırdı. Özünü toxutan yalnız özünü toxuturkən birinci katiblə şəhərdən gələn nümayəndə özünü deməli tox tutur. Birinci katibin yerində əyləşən nümayəndə domba gözlərini, bax, domba göz kimdir nümayəndə? Domba gözlərinin qarşısındakı kağızlardan çəkmir, birini qoyub digərini götürürdü. Rəngi qara-qırmızı idi. İclasdan əvvəl Çınar üstü. Bax, burada restoran adı var. Çınar üstü restoranında yaxşıca yeyib istədilər, çox dilxor olur. Çünki büro üzvlərinin qırımından, qırım bilirsiniz nədir? Hal vəziyyət, yəni onların davranışından hiss edilir ki, yığıncaq başdan sovda aparmaq mümkün olmayacaq. Yəni başdan getdi eləyə bilməyəcək. Bir də yığıncaqda təşvişə düşən bir insan da var idi. Yadınızda saxlayın. Deməli kim idi? O Vahiddən Verdiyev idi. Verdiyev. İslam Verdiyev. Orada da niyə o narahat olmağa başlayır? Bilir ki, məclisi belə başdan getdi apara bilməyəcəkdi də. O çünki Gəldiyev yox idi, tərəfdaşı yox idi. Muxtarla Vahid də belə deyək, məsələyə ona elə suallar verirlər ki, o çaş qalır. Yəni ümumi şəkildə belə əlaqələndirə bilərik. Burada iclası deməli burada katib başa düşür ki, iclası başdan sovda apara bilməyəcək. Orada da İslam Verdiyev başa düşmüşdü ki, iclas başdan getdi ola bilməz. İclası birinci katib açdı. Gəlin baxaq, burada iclası birinci katib açır. Bəs yaxşı, iclası açan anamın kitabında da Rüstəm idi. Büro iclaslarında səsi aləm bürüyən katibin səsi bu gün mülayim idi. Katibin səsi bugün nədənsə mülayimdir. Bu büro üzvlərini səksəndirdi.
Bürodakı insanlar səslənməyə başlayır. Hamı başa düşdü ki, vəziyyət onların düşündüyündən də qəlizdir. Hamı nəyə əsasən başa düşür ki, vəziyyət onların düşündüyündən də qəlizdir? Katibin səsindəki həzinliyə görə. Katibin eyhamından, eyham gizli söz atmadır, izah deməkdir, gizli şəkildə amma. Aydın oldu ki, lap yuxarının tapşırığı icra olunsa, yüzlərlə kənd mal heyvan saxlamaqdan o tərəfdən əkin biçinindən əl çəkməli olacaqdı. Birinci cərgədə oturan Ağa Kişiyev həyəcanını gizlədə bilmirdi. Onun əlləri titrəyirdi. Burada Ağa Kişiyevin həm əlləri titrəyir, həm ağlayır. Ömrünün 20 ildən çoxunu kolxoza vermişdi. 40 illi bəs kim vermişdi? 40 il isə Niftalı Kox, daha doğrusu bir dəqiqə, Mir Qasım, 40 ildən çoxunu Mir Qasım vermişdi. Fəsadlarını o dəqiqə hiss elədi. Meşə yaşıllıq məhv ediləcək. Cəmaat kənddən burada həm Ağa Kişiyevin əlləri titrəyir, həm də ağladığını görəcəyik biz. Ömrünün 20 ilini, 20 ildən çoxunu hətta kolxoza veribdi. Və bəs yaxşı dedik ki, 40 ilində kim? Mir Qasım vermiş oldu. Sədr bu tapşırıqların fəsadlarını o dəqiqə hiss elədi. Özündən fikirləşir ki, Ağa Kişiyev, meşə yaşıllıq məhv ediləcək, cəmaat kənddən qaçaq düşəcək. Yəni, meşə yoxsa bu cəmaat mal heyvan necə saxlasın, əlbəttə ki, kənddən qaçacaqdır. Katibdən sonra söz nümayəndəyə, deməli birinci danışır katib, ikinci danışır nümayəndə, indi irəliləyən zamanda görəcək, üçüncü də danışır sədr, amma icazə alıb danışır, yəni Ağa Kişiyev. Ana dilini yaxşı bilməyən nümayəndənin qüsurlu nitqini anlamaq çox çətin idi. Onun son sözlərindən sonra zala dərin səssizlik çökdü. İclasdakılar belə başa düşdülər ki, tikanlı məftillər 8-10 kilometr şimala çəkilməlidir. İclasdakılar başa düşürlər ki, tikanlı məftil deməli 8-10 kilometr şimala, yəni Azərbaycanın içərilərinə də, yəni bizim də elə bir şimalda biz qalmışdıq, cənubda Cənub Azərbaycanlılar, yəni şimala doğru çəkiləcəkdir. Güya çay daşanda, özdə bəhanələri də nə olur? Deyirlər ki, güya çay daşanda sərhəd zolağın su basır. Bu da sərhədlərin işini çətinləşdirir. Bunun yalan olduğunu hamı bilirdi, amma qorxur da hamı, ona görə heç kəs səsini çıxarda bilmir. Baxaq, indi bir dənə kim dillənir? Çayın şimal sahili hündür olduğu üçün əslində belə bir təhlükə yox idi, çünki çayın şimal sahili hündür idi. Sadəcə olaraq bilmirlər nə bəhanə gətirsin, ona görə deyirlər ki, sərhəd zolağını su basır. Ağa Kişiyev danışmaq üçün söz istəyəndə katibin qanı qaralır. Katib istəmirdi ki, Ağa Kişiyev danışsın. Çünki Ağa Kişiyev sədr idi və kəndin tərəfini tuturdu. Bilirdi ki, cəmaat burayla dolanır. Bilirsiniz, bu sədr bizə eyni ilə kimi xatırladır Cahandar Ağanı. Cahandar Ağa yəni deyirdi ki, bu cəmaat burayla dolanır. Cahandar Ağa təhdillənməmişdi ha orada. Əhməd də dinlənmişdi. Eyni zamanda Molla Sadıq da dinlənmişdi. Katibin qanı ona görə qaralır ki, yəni sədr deyəcək ki, torpaqları almadı. Yəni belə deyək, sərhədlərin yerini dəyişməyin. Sədr çayın sol sahilindəki bənd tikintisinin mümkünlüyünü söyləyəndə isə o səsini qaldırır. Yəni sədr deyir ki, Ağa Kişiyev bənd tikiləcək də, yəni bu sərhədin yerini dəyişməyin, suyun qabağı alınacaq. Bunun bəhanəsinin də qabağın, belə deyək, bu katibin bəhanəsinin qabağın sədr, yəni Ağa Kişiyev kəsir deyə o artıq onun danışmağını istəmirdi. Bir də ki, bu bənd söhbəti bilirsiniz hansı əsərdə idi? Bənd söhbəti Mir Qasımın balaca oğlu da bənd tikintisində işləyirdi. Bu məsələ qapanıb. O tez sədrin sözünü kəsir ki, bu məsələ bağlanıbdır, başqa sözün varsa danış ki, deyir ki, bu kobudluqdan alınsa da sədr sözünə davam elədi. Sədr yenə də dayanmır, Ağa Kişiyev dayanmır. Katib səsinin tonunu qaldırıb əlindəki qələmlə stolun üstünü döyəclədi. Əlindəki qələmlə stolun üstünü döyəcləyən budur. Mürəkkəb qabına döyəcləyən kim idi bəs? Açarla döyəcləyirdi özü. Mürəkkəb qabını açarla döyəcləyən vətən yaralarında Lətifin anası idi. Yoldaş Ağa Kişiyev, biz verilmiş tapşırığın icrası barədə danışmalıyıq. Sədrin də səsi sərtləşdi. Elə mən o barədə danışıram. O əlini cibinə saldı, 4 qatlanmış iri dəsmalla alnının tərini siləyib oturanlara müraciət elədi. Bəs yaxşı, cib dəsmalından başının belə deyək, 4 tərəfində düyünləyən kimlər idi? Niftalı Koxuda əkinçiləri idi. Başlarına o dəsmalların cib dəsmalının 4 tərəfini də
dünyaya başlarına keçirtmişdilər. O yerləri hamımız yaxşı tanıyırıq. Cəmaatımız oranın hesabına yaşayır. Tikanlı məftilin şimala çəkilməsi yaşıl zolağın hesabına olmalıdır. Meşəyə yaşıllığa toxunmamaq üçün məftili biraz da yuxarı çəksək pambıq sahəsinə düşəcək. Bir qarış da olmaz. Katib bu sözləri elə ucadan dedi ki, bax, burada sədr deyir ki, biz qaldırsaq onu yuxarı gedib pambıq sahəsinə düşəcəkdir. Və bu zaman katib əsəbləşir, qışqırır ki, deməli deyir ki, bu elə ucadan dedi ki, nümayəndə diksindi. Eminov katibin soyadı belə idi. Katibin soyadı Eminovdur. Barmağına oturanlara təfsir gəlir ki, yəni hədəlir ki, pambıq sahəsinin bir qarış torpağına toxunmaq olmaz. İndi sizə izah verim, niyə pambıq sahəsinə toxunmaq olmaz. Sovet imperiyası dönəmi Azərbaycanın nefti idi, pambığı idi, qızılı idi. Rusiyanın belə deyək də xəzinəsinə axırdı. Və pambıq onlar üçün çox şey demək idi. Hətta o dövrdə yazılan əsərlər də, məsəl üçün, istər filmlərimiz olsun, elə bir şey deyim, Görüş filmini siz diqqət yetirmişsinizsə, Görüş filmində pambığın yığılmasıdır, kim nə qədər çox pambıq yığır, kimi məsələlər var idi. Yəni Sovet imperiyası üçün qısacası bunu deyim ki, pambıq idi, neft idi, qızıl idi, çox dəyərli idi və pambığın belə deyək, pambığa zərər verilməsi dövlətin malına, mülkünə zərər verilməsi idi. Ona görə də burada katib baxın, iyadelli ağalara nökərdir, quldur. Onun soyadı Eminovdur. Ona görə biz deyə bilərik ki, o Azərbaycanlısı da Emin, Azərbaycan adı daxım. Eminovdur. Yadelli ağalara nökərdir. Yadelli ağalara nökər olan bir obrazımız da kim idi? Qurbanəli idi. Sonra bir də kim idi? Bombada Kərbəlayı Zal idi. Yəni deyəcəyim o ki, pambığın, belə deyək, toxunmağın yadelli ağalara nökər olduğuna görə o pambığa toxunmağı istəmirdi ki, pambığa toxunulsun. Həm də ümumiyyətlə əmr qulu idi. O deyirdi ki, buradan deyiblərsə sərhədin yeri dəyişdirilməlidir. Oturanlara tərəf silkədi. Pambıq sahəsinin bir qarış torpağına da diqqət yetirin siz bura. Toxunmaq olmaz. Ağa kişi bu dəfə katibə yox, ön cərgədə əyləşmiş büro üzvlərinə baxdı. Deməli, yaşıllıq kəndin dolanışıq yeri Güdaza getməlidir. Rayonun baş hakimi Vahid Cəfərov. Burada heyvanlar barəsində, onların taleyinin necə olması barəsində Vahid Cəfərov danışır. Bir dənə ona fikir verin. Vahid Cəfərov icazəsiz filansız. Heç kəsdən icazə istəmir özü. Durur ayağa, deyir ki, ağılsızlığa baxa, təbiətə belə divan tutmaq olar. Bəs orada yaşayan canlıların taleyi necə olacaq, deyir ki. Katib ona cavab vermədi. Çünki diqqəti Ağa Kişiyev idi. Niyə cavab verə bilmir? Başı qarışıqdır. Ağa Kişiyevlə dilləşir hələ ki burada. Yəni onunla, belə deyək də, ona cavab qaytarmağa çalışır ki, dilləşmək deyəndə bilsiz necə, onu sustura bilmir əslində o ki, o haqlıdır. Bilir, özü də çox gözəl bilir ki, o haqlıdır. Lakin yenə də onu, belə deyək, əsassız da olsa müəyyən səbəblərlə onu susturmağa çalışır. O yaxşı bilirdi ki, zaldakılar ancaq onun dediklərinə dəyər verirlər. Yəni kimin? Ağa Kişiyevin. Bir də bax bu deməli katib bilirsiniz kimlə eyniyyət təşkil eləyir. Pristav gəlmişdi Dəli Kürə. Dəli Kürdə gəlmişdi Cahandar Ağagilin kəndinə. O Cahandar Ağanı ilk dəfə gəlişində Cahandar Ağanı bir də Molla Sadığı çağırır yana. Çünki bilirdi ki, cəmaatın böyük bir qismi onların sözünü deyəcəkdir ona görə. Deyir ki, zaldakılar ancaq onun dediklərinə dəyər verirlər. Danışanlar çox oldu, kimi mərhəmət umdu, kimi güzəşt üçün minnət elədi. Gecədən xeyli keçmiş nümayəndə kağız koğuzunu qovluğa yığmağa başladı. Deməli, bu iclasın sona çatdığına işarə idi. İclasın sona çatdığına işarə kağız koğuzun qovluğa yığılması olur. Ağa Kişiyev həmin gecə kəndə qayıtmadı. Məqsəd katiblə təkbətək danışmaq idi. Ağa Kişiyevin katiblə təkbətək danışması bilirsiniz nəyə bənzəyir? Yedigeyin Sabitcanla son dəfə danışmaq üçün bir ümid umması idi. Amma o başa düşür ki, Sabitcan milli mənlik şuurundan, mənlik hissindən tamamilə kənar birisidir. Yəni ki, o, belə deyək də, manqurtlaşıbdır. Eynən də burada Eminov da belə idi.
Ertəsi gün katib onu çox soyuq qəbul elədi. Sözü də qısa oldu. Müdafiə nazirinin müavini o duruxdu. Yaddaşını araşdırıb müavinin adını xatırlamağa çalışdı. Hə, Baronov şəxsən gəlib o yerlərə tanış olub və bu göstərişi verib. Baxın, bayaq sizə mən qeyd etmişdim Baronovu. Baronov hardaydı? Baronov deməli gəlib baxır, deyir ki, bu yerlər çox gözəl yerlərdir, amma şimal və cənub insanlarının bir-birinə əlaqəsinin olmaması üçün sərhəd zolağı dəyişməlidir. Həmin hissədə idi ki, oranın Baronov olduğunu mən qeyd etmişdim. Yerlərlə tanış olub və bu göstərişi verib. O sonra da mənalı baxaraq gedin, əhalini hazırlayın. Yəni cəmaət hazırlaşsın ki, o həmin ərazi məhv olunacaqdır. Baronov soyadının sədrin dodaqlarında yaratdığı təbəssüm axırıncı kəlmələri eşidən andaca yoxa çıxdı. O son çarəyə əl atdı. Bəlkə Bakı ilə danışaq, vəziyyəti bir də izah eləyək ki, yenə də ümidlidir. Katib əlini yerlədi və söhbətin bitdiyini bildirdi. İclasdan bir həftə keçsə də sakitlik idi. İnsanlar bir ümid fikirləşir ki, yəni bunlar yəqin ki bir həftə keçibdir, gəlib bu meşə zolağını məhv etməzlər. Amma elə ikinci həftənin birinci günü deməli bütün ümidlər suya düşür. Mahmudlu stansiyasında dayanan yük qatarından sarı rəngli iki nəhəng buldozer, bəs yaxşı traktorla ekskavator hardaydı? Var idi mi? Gün var əsrə bərabər. Romanın da yadınıza salın. Onlardan biri Mahmudlu, digəri isə Əmirvalı kəndində işə başladı. Yarım saat keçməmiş ətraf kəndlərin əhalisi Arazın sahilinə yığışdı. Buldozerin ağacları asanlıqla kökündən çıxarır, qabağına. Buldozer iri ağacları asanlıqla kökündən çıxarıb qabağına salıb yolun üstündən kənarlaşdırırdı. Şamlar, küknarlar, deməli hansı ağaclar var burada? Şam, küknar, bir-birinin ardınca açdıqca üstü barla dolu ağaclar. Görürsünüz nə pis bir haldır. Özdə barları var imiş ha. Təbii ki, istər barı olsun, istər olmasın, ağacın məhv olunması, təbiətə vurulan zərər insanlığın məhv deməkdir. Lakin azancaqlı məqam odur ki, eyni zamanda bu barla doludur bunların üstü. Üstü barla dolu ağaclar yan-yana döşəndikcə dözə bilməyən qadınlar ağlaşırdılar. Deməli, qadınlar nə zaman ağlaşırdılar? Deməli, ağacların barla doludur üzəri, onlar o həmin ağaclar qoparıldıqca qadınlar dözə bilmirlər. Bir də ki, dul qalmış olan Növhey Nisvan hədər olmaz ifadəsini türkü nəğməsində görürük ki, orada darvatların başivənini görmüş ola bilirdik. Bu Sabiri çaşdırdı. Buldozeri idarə edən sürücü bu yerlərin adamına oxşamırdı. Buldozeri idarə edən sürücü bu yerlərin adamına oxşamır. Buna fikir verin. Şamxal da mələyə baxan kimi, üzünə baxan kimi bilmişdi ki, o bu yerlərdən gəlmə adam deyil. Ətrafda baş verənlərə heç gözünün ucuyla da baxmırdı. İri qollu budaqlı ağacları buldozerin qabağına qata belə həvəsi sürükləyirdi ki, sanki bundan zövq alırdı. Buldozerçi sanki insan deyil, elə bir ki, yəni o ağacları elə qopardır ki, deyir yerindən. Elə bir zövq alır, deyir. Amma o həvəslə icra etdiyi işi yarımçıq saxlamağa məcbur olur. Nə qədər həvəsini idarələsə də yarımçıq saxlayır. Böyük bir dəstə buldozerin qarşısından kəsdirib dayandı. Çünki niyə? Dəstə qoymur ki, buldozer işini görsün. Az sonra rayonun rəhbər işçiləri ard-arda gəlməyə başladılar. Milis rəisi cəmaatın ondan heç xoşu gəlmədi. Ağzı köpüklənə adamların üstünə girdi. Ağzını köpüklənmək zəhərdə var idi. Orada da atın ağzı köpüklənmişdi. Hökumətlə hökumət eləyəcəksiniz. O sözlərinin təsirsiz qalmasına bərk acıqlamışdı. Heç kim yerindən tərpənmədi. Elə bu vaxt Sabirin ömrü boyu yadından çıxara bilməyəcəyi bir hadisə baş verdi. Bir böyük soldat göz qırpımındaca kənd cəmaatını mühasirəyə aldı. Gözlərindən soyuqluq, nifrət yığan soldatların silahı hazır vəziyyətə gətirmələri çoxlarının nəzərindən qaçmadı. Katib Eminov cin atına minmişdi. Hamısı Ağakişiyevin hoqqalarıdır. Deyir ki, hamısı Ağakişiyevin hoqqasıdır. Katib burada Ağakişiyevi günahkar hesab edir. Deyir ki, hamısını eləyən odur. Deyib ikinci katibi sədrin arxasınca göndərmiş, hətta hədələmişdi də. Ona de ki, nəticəsi çox ağır olacaq. Deməli, katib Eminov Ağakişiyevə hədələyir. Fikirləşir ki, burada insanların gəlib buldozerin qabağına keçməsi o eləyibdir. Amma əslində gəlin baxaq görək, onun günahı varmı yoxsa yox. Həmin gün sədr evindən çıxmır. Evindən çıxmır. Əslində o bilir ki, insanlar eləyəcəkdir. Yəni konkret deyə bilmərik ki, insanlara o örgədir. Hətta biz belə düşünə bilirik ki, o belə deyək, heç nə deməyim insanlar. Çünki bilir ki, kəndlilər bu hadisəyə dözməyəcək. O insanı tanıyır da, yaşadığı yerin insanı barəsində məlumatlıdır. Ona görə də bilir ki, onlar istəməz axı özlərini belə deyək, yaşayış üçün istifadə etdikləri həmin ərazi, yəni mal heyvanı saxlamaq üçün istifadə etdikləri ərazi məhv olunsun.
Milisin zastava soldatlarının cəmaata əl qaldıracağını düşünəndə isə evdə otura bilmir. Evdə otura bilməsinin səbəbi o idi ki, insanlara əl qaldırılmağını istəmirdi. Qapıda gözləyən Zəkəriyyə sədri görüncə maşını işə saldı. Onun sürücüsü idi bu Zəkəriyyə. Araz kənarında böyük izdiham yaranmış. Özü 4 dənə kənd gəlir. 4 kəndin əhalisi bir araya gəlmişdi. Sədr fikrindən keçirdi. Hələ o bir kəndlərin cəmaatı xəbərsizdir. Yəni ki, xəbəri olsa onlardan gələcək. Aha, təmizləyək buranı. Deyir ki, ağız deyəni qulağı eşitmirdi. Narazı insanların səsi deməli bir-birinə qarışmış, böyük uğultuya çevrilmişdi. Ağız deyəni qulağı eşitmirdi, yəni o qədər səs-küy var idi ki, sədrin maşına görünən kimi səs azaldı. İnsanlar sədrə ümidli idilər də burada, deməli, o cəmaata yaxınlaşanda tam sakitlik idi. Bəs də bu yaraşıqlı sədr, deməli sədrin xarici görünüşü var idimi? Bəli, var idi. Bəs də bu idi. Eyni zamanda da yaraşıqlı idi. Rəngi avazımışdı. Yaxındakılar onun gözlərinin yaşardığını aydınca görürdülər. Sabir hiss elədi ki, sədr qırılmış ağaclara tərəf baxmır. Bəlkə də baxa bilmir. Yəni pis olur da, ağaçları görmək istəmir. İllərdir gördüyü təbiət mənzərəsi tamamilə məhv olunub indi. Adamlar iki yerə ayrılıb yol verəndə o yaranmış boşluqla irəlilədi. Hündür yerə çatanda dayanıb ətrafa boylandı. Elə bil nəsə gözünün qabağını tutub görməyinə mane olurdu. Sədr dəsmalına çıxarıb gözlərinə çəkəndə ətraf aydınlaşdı. O yalnız bunu deyə bildi. Bu qəsdin qarşısını almaq mümkün olmadı. 3 nöqtə. Yəni deməyə çox sözüm var əslində, amma deyə bilmirəm. Demək istəyir ki, deməli, qəsdin qarşısını almaq mümkün olmadı deyirsə, yəni əslində həm də onu demək istəyir ki, mən çalışdım, əlimdən gələn elədim, amma mümkün olmadı. Heyrətlənən ağıçı, belə deyək, yaslarda belə deyək, ağı deyən qadına deyirlər. Pəri, sonralar andaman eləyirdi ki, Pəri Sultan, deməli, dərd şagird Əhmədin ağlında var idi. Şahın qızı. Uşaqlıqdan tanıdığı Ağa Kişiyevi ömrü boyu ağlayan görməyibmiş. Deməli, Ağa Kişiyevi heç vaxt ağlayan görməyib kim? Ağaçı Pəri. Həmin gün iş dayandırıldı. Dayandırılır, həmin gün getmir iş, lakin ertəsi gün sarı buldozerlər ətrafı səskü ilə dolduraraq işləməyə başladı. Onlar irəlilədikcə yaşıllığı silib süpürür, arxalarınca bomboz çöllük buraxırdı. Kimsəsiz çöl haraydı, bəs kimsəsiz çöllü yaraydı, manqurtdaydı da. 100-dən yuxarı soldat isə əllərində avtomat üzü kəndə tərəf dayanaraq qımıldanmadan irəli baxırdı. Yəni, tərpənmədən irəli baxırdı. Yəni, belə deyək də, kənd əhalisindən kimsə səsini çıxarsa, onları yəqin ki, gülləyə verərdilər. Beləcə, qəsd edilmiş gözəl əsər barəsində bu qədər. Deməli, oradan bir məqamda qeyd edim ki, əli obrazı var idi. Əli obrazının biz bir neçə əsərlərdə görürük. İndi onları bir-bir deyəcəm. Deməli, əli obrazını biz görürük harada? Birincisi gördük, deməli, Vaqifdə. İkincisi ilə bu əsərdə görürük. Qəsd edilmiş gözəl əsərində görürük. Üçüncüsü Aşbaz Əli var idi. Harada? Qurban Əlidə. Daha sonra dördüncüsü Dəli Kürdə, bilirsiniz harada var idi? Dəli Kürdə Əli, Osman, Əhmədin dilindən verilir ki, onlar yəni yaxşı oxuyan şagirdlərdirlər. Onları oxutmağa dəyər. Aleksey Osipoviç şagird aparmağa gələndə. Deməli, beşincisi Əli mənə yaşıl aşıq verərdi. Harada var idi? Heydər Babaya salamdı. Və s. Yəni, bir çox əsərlərdə əl obrazını görmüş ola bilərik. Təmizləyək buranı belə. Ümumilikdə, deməli, əsərimizlə tanış oldunuz. Çalışdıq ki, müəllifin nəyi çatdırmaq istədiyini sizlərə çatdıraq. Eyni zamanda digər əsərlərlə qarşılıqlı şəkildə izahını vermiş olduq. Ümidvaram ki, sizlər üçün faydalı olacaqdır.